Kiminsə ailə üzvlərindən alim, həkim, mühəndis olan kəndimizin sakinlərinə müraciət edirəm. Sizin bugün iftixar hissi ilə keçdiyiniz yol bizim üçün adi ailə tərzinə çevrilib. Ünlü ruhani, həkim, müəllim, 2 alim ailə üzvlərimizdən olub. Çalışın bu iftixar hissi də sizin ailələr üçün adiləşsin. Yoxsa kiminsə nəyisə özünə xoş gələn kimi yaxın keçmişinə və arxasına baxsın. Bizim ailə körpüsüz keçilən yola körpü salıb ki, siz indi o körpüdən ziyalı, həkim, müəllim kimi rahat keçə biləsiniz. Tərif sözdə yox, əməldə və həyatdadır ki, biz varıq. Bunu hamı bilir ki, canımızdadır bu təhsil. Savad, zehin və bilik qanımızdadır bu təhsil. İftixardır, fərəhdir, şanımızdadır bu təhsil. Molla Məmməd ocağı sönməyən bir ocaqdır, əbədi tüstülənib sona tək yanacaqdır. Biz yolu düz getmişik, hürüşlər eşitmişik, səfi süfü kəslərdən gülüşlər eşitmişik. Nə qədər badalaqlar, söyüşlər eşitmişik, kütlük əqlə gülübdür. Biz bunu anlamışıq, düzlük kəsib yalanı danlamışıq. Siz ocaq qalayanda bizim ocaq yanırdı. Molla Məmməd ocağın hamı şərəf sanırdı. Bir neçə nakəs vardı, bizləri heydanırdı. Tez yanıb tez də söndü, tükəndi ocaqları. Əyri yol getdiyindən qurudu bacaqları. Dalımızca hürüşüb banlayanlar olubdu. Bilə-bilə ediblər, anlayanlar olubdu. Bu şakərə görə özün danlayanlar olubdu. Biz əhəmiyyət vermərik belə filan kəslərə, öz irsini, nəslini danan o nakəslərə.